Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsi Azərbaycanın Avropa ilə münasibətlərini məhz bu ölkə üzərindən daha etibarlı və praqmatik şəkildə qurmasına şərait yaradır. Bu həm də orta dəhliz kimi qlobal layihələrin Avropa segmentinin dayanıqlığını təmin edir. Azərbaycan Avropa və Asiya arasında əsas tranzit qovşağıdır. Bunu rəqəmlərdə də görə bilərik. 2024-cü ildə Türkiyənin və Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 11 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bu artım sırf Azərbaycanın investisiyaları hesabına mümkün olub. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükəşirmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Hazırda Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisi fəaliyyət göstərir və Bakı Gəmi Qayırma Zavodunda 10 yeni gəmi inşa olunur. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. 9-cu hava limanı isə yaxın zamanda istifadəyə veriləcək. Bu 9 hava limanından 3-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir. 1,5 milyon ton yük qəbul edə biləcək kargo terminalı da inşa olunur. Bütün bunlar isə rəsmi Budapeştin Avrasiya ticarətində mühüm tərəfdaş axtarışında Azərbaycanın unikal mövqeyini önə çıxarır. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da Macarıstan-Azərbaycan münasibətlərinə institusional çalarlar qatır. Macarıstan təşkilatda müşahidəçi statusa malik olsa da, Orban hökumətinin Türk dünyası ilə əlaqələri gücləndirməyə çalışması Azərbaycanın bu sahədə liderlik təşəbbüsləri ilə üst-üstə düşür. Prezident Əliyevə Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də təşəkkür etmək istəyirəm. Bizim özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişi Macarıstan üçün də aktualdır. Bu baxımdan Xəzər-Qara dəniz marşrutu vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi də Azərbaycanı Macarıstan üçün potensial enerji təminatçısına çevirir. Bu əməkdaşlıq formatı həm də Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətini daha da artıracaq. Çinarə Qambayeva, ASTV xəbər.